Və aleykuməssalam və rəhmətullahi və bərəkatuhu. Yox, bu qardaş ola bilsin, o məsələni düzgün başa düşməyib. Yəni, biz demirik ki, sıravi insanlar Quran ayələrindən və Peyğəmbər hədislərindən istinbat edib, özlərindən hökm çıxarsınlar, alimlik etsinlər. Yox, əksinə biz də Quran ayələrini və Peyğəmbər hədislərini elə alimlər necə başa düşüblər, necə anlayıblar, biz də o cür anlayırıq. Lakin bir alimə, bir məzhəbə bağlı qalmadan, yəni biz də sıravi insanlar olaraq təqlid edirik. İndi buna təqlid deyək və ya buna ittiba deyək. İttiba ilə təqlid arasında olan əsas fərq odur ki, yəni ittiba dəlili bilərək bir alimə təqlid etməkdir. Təqlid isə yəni dəlili bilmədən. Təqlid, ittiba başqa bir şeydir. Bunu onsuz da hamımız edirik. Uca Allahın fəsalu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiklərinizi zikr əhlindən soruşub öyrənin ayəsinə əməl edərək. Bu başqa məsələdir. Bir də var təməzhub, yəni məzhəbçilik. Bir məzhəbə bağlı qalıb, ondan kənara çıxmamaq. Və demək ki, onun halalı mənim üçün halal, haramı da mənim üçün haramdır. Hətta onun əksinə, sənə gün kimi aydın olsa ki, məsələn, bu məsələdə sənin məzhəbin xəta eləyib, digər alimlər haqqa isabət edib, Quran və sünnəyə müvafiq hökm veriblər, adam deyir ki, yox. Nə olursa olsun, mən məzhəbimdən kənara çıxası deyiləm. Və iş orasındadır ki, bunu nəinki sıravi insanlar, o məzhəbçilərdən, hətta alim olanlar da belə eləyirlər. Məzhəblərindən kənara çıxmırlar. Bu məzhəbçilik problem olaraq problemdir. Yəni, bunu heç kəs inkar edə bilməz. Barakallahu fikum.